Bu Qədr gecəsində Türkiyədə bir məsciddə bir ruhani çıxış eləyirdi. O bir dua oxudu. Mən neçə illərdir dua eşidirəm, neçə illərdir özümdə dua eləyirəm, nə bilim, elə dua görməmişdim. Yeni şeydir. Ya Rəbbi, bizim səsimizi eşit. Və bizim səsimizi eşidib, bu səsimizi adı görkülü, sevimli Peyğəmbərimizə də çatdır. Hər şeyi Allahdan diləyir. Və bizim tarix şuurumuzu bizdən alma. Bizim tarix şuurumuzu bizdən alma. Bir əlində Quran, bir əlində insaf, dünyaya mədəniyyət daşıyan bu milləti uca elər, ya Rəbbi, sən uca elə. Bir adam onu oxudu, eşitirkən tüklər biz olur, adam, deyirsən, bu necə sehirləyir adamı? 1000 il İslama öndərlik eləyib, İslamı qoruyan bu millətin şərəfini uca saxla, ya Rəbbi. Bu milləti öpən bayrağını, görün sözü ifadəyə baxayım, bu milləti öpən onun bayrağını uca elə, ya Rəbbi. Yəni bayraq milləti öpür. Bizim millət elə millət. Biz bunu həmişə yadımıza bax, bu dualarla, bu ruhla yaşamalıyıq.